Sumqayıt Bələdiyyəsinin 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Şəhər Bələdiyyəsinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev, Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov, millət vəkilləri, şəhid ailələri, qazilər, bələdiyyə üzvləri, dövlət qurumlarının nümayəndələri və media təmsilçiləri iştirak ediblər. İclasın açılışını Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov edib. O, hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2025-ci ilin Sumqayıt Bələdiyyəsi üçün təkcə görülən işlərin deyil, eyni zamanda yeni idarəetmə yanaşmasının və sistemli fəaliyyətin nəticələrinin aydın şəkildə göründüyü bir il olub. Adil Xudatatov qeyd edib ki, ötən ilin yekunlarına əsasən Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 3 milyon 750 min manat təşkil edib ki, bu da proqnoz tapşırığının 191% deməkdir. 2024-cü illə müqayisədə büdcə gəlirləri 709 min manat artıb. Əmlakın icarəsi və özəlləşdirilməsindən, eləcə də torpaq və əmlak vergilərindən daxil olmalar proqnozu dəfələrlə üstələyib. Büdcə vəsaitlərinin əsas hissəsinin şəhərin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldiyi vurğulanıb. Məruzədə bildirilib ki, 2025-ci ildə şəhər üzrə 30 min kvadrat metrdən artıq ərazidə asfalt örtüyü salınıb. 21 iri infrastruktur layihəsi icra olunub. Qaranlıq küçələr işıqlandırılıb, park və yaşıllıq sahələrində geniş abadlıq işləri aparılıb. İl ərzində minlərlə ağac və mövsümi gül əkilib. Ekoloji layihələrə 100 minlərlə manat vəsait yönəldilib. Daha sonra tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edib. O, Sumqayıt Bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, əldə olunan nəticələr planlı, ardıcıl və məsuliyyətli idarəetmənin göstəricisidir. Zakir Fərəcov qeyd edib ki, bələdiyyə ilə icra hakimiyyəti arasında qurulan sağlam və koordinasiyalı əməkdaşlıq şəhərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, Sumqayıtda həyata keçirilən abadlıq, yol infrastrukturu, işıqlandırma və yaşıllaşdırma layihələri şəhərin simasını dəyişir, sakinlərin həyat keyfiyyətini yüksəldir. İcra başçısı xüsusilə vurğulayıb ki, torpaq və əmlak münasibətlərinin hüquqi tənzimlənməsi istiqamətində görülən işlər, inzibati ərazinin genişləndirilməsi, kadastr və inventarizasiya prosesləri Sumqayıtın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. O, bu proseslərin şəffaf və qanunvericiliyə uyğun aparıldığını bildirib. Zakir Fərəcov Sumqayıt Bələdiyyəsinin 74 şəhər bələdiyyəsi arasında birinci yerə layiq görülməsini şəhər üçün böyük uğur adlandırıb və bu nəticənin kollektiv əməyin, düzgün qərarların və dövlət siyasətinə uyğun fəaliyyətin məntiqi nəticəsi olduğunu deyib. Daha sonra tədbirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, millət vəkilləri Hicran Hüseynova, Mehriban Vəliyeva, Tahir Mirkişili çıxış edərək Sumqayıt Bələdiyyəsinin fəaliyyətini müsbət dəyərləndiriblər. Görülən işlərin davamlı olacağını əminliklə ifadə ediblər. Çıxış edənlər 2025-ci ilin Sumqayıtın gənclər paytaxtı statusu daşımasının şəhərdə sosial layihələrin əhatəsini və keyfiyyətini daha da artırdığını vurğulayıblar. Tədbirdə digər qonaqların da çıxışları dinlənilib. Sonda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat iclasında iştirak edən qonaqlara təşəkkür edib və bildirib ki, qarşıdakı dövrdə də bələdiyyə şəhərin inkişafı, sakinlərin rifahı və sosial ehtiyacların qarşılanması istiqamətində fəaliyyətini davam etdirəcək. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.